Xeyir əməllər insanın gücünü artırır ki, həqiqətə doğru gedə bilsin. İlk nə problem varsa, hər bir insanın qəlbinin halına uyğun, səviyyəsinə uyğun, mənəvi kapitalına uyğun əngəlləri vardır. O əngəllər qoymur onu hərəkət eləməyə. Xeyir əməllərlə o əngəlləri qaldırır insan. Yolu sürətlənir. İnsanları o qədər azdırırlar indi ki, gəl deyir, xeyir əməllər deyir ki, eləginən pulun artacaq. Gəl deyir, dua eləginən pul istə Allahdan. Allah da Quranda deyir, bunu istəyərsiz verər, amma başqa işinə verməyəcəm. Bilirsiniz nə deməkdir? Sizin bir dənə kapitalınız var Allah qatında. Etdiyiniz xeyir əməllərdən. Onu sizin xeyrinizə xərcləyə bilərlər mələklər. Siz də onu deyirsiniz ki, maşın istəyirəm, elə hamısını xərcləyin, verin mənə maşın şəklində. Deyir, tamam, maşın şəklində sənə verərəm. Amma mən sənə nəfəs də verə bilərdim. Yadınıza gəlir Yunus İmrənin əhvalatı. Ay sağ ol. Buğda mı istəyərsən, nəfəs mi istəyərsən? Bu böyük müdrik adamlar Allahın dili ilə danışarlar. Quranın dili ilə danışarlar. Elə baxırsan bir söhbətdir, hardan gəlib bu müdriklik? Buğda mı istəyirsən, nəfəs mi istəyirsən? Deyirlər, buğda ver də mənə. Sonra başlayır fikirləşməyə ki, bu nə idi? Görən nəfəs nə imiş? Və həqiqətən Fatihə surəsindəki Allahın bizi nemət verilənlərin yoluna yönət deyəndə, orada bir də sınaq var. Sən nemət verilən deyəndə kimi nəzərə tutursan? Sən nəyi nemət sayırsan? Quran bu barədə açıq deyir, kimə hikmət vermişəm, ona ən böyük neməti vermişəm. Hikmət istəyən neçə adamdır? Səni qışda da isidər, aclıqda da tox eləyər. Bütün əzablardan götürər səni hikmət. Ölüm anında da köməyin olar. Sona qədər. Hikmət belə bir nemətdir. Amma gələrlər, pullarını alarlar, əlindən qalarsan eşnəsiz. Evi dağdarlar, bomba ilə qalarsan evsiz. Nemət nədir? Ona görə xeyir əməllər eləyin deyir bütün peyğəmbərlər. İşiniz gücünüz yoxdur, xeyir əməllər deyin.